Salam dəyərli izləyicilər, əziz dostlar, hamınızı xoş gördük. Binə qəsəbəsi 190 marşrutun axırıncı astavkasına çatmamış. Almarketindən üzbəyiş küçədən girsən, bir 700-800 metr gəlsən, bir dənə şəxsi tikili böyük bir ev sizə təqdim edirəm. Bu sonradan artırmadır, bu imkan daxilinə qalıb da, yəni tam hazır olmayıb. Evin üstü 10 dülümdür. Kombisi Ariston. Evin arxasında başda elə bir sota yaxın yeri var. Bu da evin arxa hissəsi. Gördüyünüz kimi. Və keçid alırıq evin ön hissəsinə. Maşın rahatlıqla daxil ola bilir. Bir 4 sot həyət var. Başda 4 sot. Evin içində bəzi əşyalar qalıcıdır. Ev tam hazır evdir. Yəni bura mətbəxi çölə çıxartmaq üçün nəzərdə tutulub. Yəni gördüyünüz kimi qırmızı blokla yığılıb, genişdir. Üstü bir dənə örtülməyib. Daxil olanda geniş bir dəhliz, bir 2 metrlik bir koridordur. Solda düz ayaq yolu. Burada yerləşir geniş hamam. Burada yerləşir bir yataq otağı, yəni bəzi əşyalar, bu şifoner zat hamısı qalıcıdır. Görürsünüz, içəridən yığılıb. Qapılar özü də bahalı qapılardır. Gördüyünüz kimi tacla taxta qapılar. Bahalı ruskayla. Bura digər bir yataq otağı, geniş bir yataq otağı. Keçid alırıq evimizin qonaq otağına. Bu da geniş bir qonaq otağı. Evdə bir yenə vurğuladığım kimi bəzi əşyalar qalıcıdır. Buradan da keçidirik mətbəxə. Bu da geniş bir mətbəx. Ev gördüyünüz kimi 3 otaqdır. Yəni bura otaq kimi nəzərdə tutulub. İndi hal-hazırda kukla çölə çıxandan sonra geniş kukla olacaq. Burada olacaq otaq. Qazı işığı var. Su burada quyu suyudur. Evin bəzi əşyaları qalıcıdır. Bahalı qapı, bahalı ev. Yəni qiymətdə əlaqə nömrəsi əlaqə saxlayıb qiyməti öyrənə bilərsiniz.